Salam, hər vaxtınız xeyir. OTK bugün keçirilmiş buraxılış sınaq imtahanına baxaq. İndi 10-cu sinifə yerləşdirim, ardınca 11-ci sinifə qoyacağam. Sual 1. İki paralel düz xətt 3-cü düz xəttlə kəsişdikdə alınan uyğun bucaqlar alfa və beta, daxili çarpaz bucaqları isə qamma və fi ilə işarə olunmuşdur, yəqin elədir. İfadəsinin qiymətini tapmaq lazımdır. Uşaqlar, uyğun bucaqlar alfa və betadırsa, onda belə çıxır ki, alfa betaya bərabərdir. Daxili çarpaz bucaqlar da bilirik ki, bir-birlərinə bərabərdirlər. Onda belə çıxır ki, qamma ilə fi bucağı da bərabərdir. Bu misal bizə belə bir şey deyir. 3 alfa bölünsün beta, üzərinə gəlinsin qamma bölünsün 2 fi. Bizə demişdik ki, alfa betaya bərabərdir, qamma da fiyə bərabərdir. Yəni 3 üstə gəlinsin 2-də 1 olar. Cavab 3,5 D variantı olacaq. 32 nömrəli sualda mən sizə belə bir söz demişdim ki, A minus B üzərində 7-dirsə, bərabərdir. Mən bunu B minus A edirəmsə əgər, dərəcə təkdirsə, qarşısına mənfi atıram. Amma A minus B üzərində 8-dirsə, mən bunu B minus A yazmaq istəyirəmsə, 8-ci dərəcədən qarşısına mənfi atmırsam. Yəni, problemimiz cüt dərəcə ilə yoxdur. Amma tək dərəcə ilə yerlərini dəyişirəmsə, qarşıya mənfi atıram. Onda belə çıxır ki, A minus B üzərində 7, B minus A üzərində 7. Yerləri dəyişik olduğuna görə mənfi 1 deməkdir, amma digərləri isə eyni ədəd deməkdir. Eyni ədədir, çünki 8-ci dərəcə var, cüt dərəcə. Eyni ədədə böləndə 1 eləyir, mənfi 1, mənfi 1, cavabımız mənfi 2 eləyəcək. Gəlirəm 33 nömrəli suala. Hasili m kvadratı olan iki müsbət ədədin cəminin ən kiçik qiymətindən danışır uşaqlar. Bu sual 10-cu sinif səviyyəsində heç sual deyil deyərdim mən. Hasil əgər m kvadratıdsa, yəni belə çıxır ki, x, y hasili bizdə m kvadratı olacaq. İki müsbət ədədin cəminin ən kiçik qiymətini tapmaq lazımdır. İki müsbət ədədin cəmi uşaqlar ən kiçik qiyməti biz bilirik ki, kökün altında koşu bərabərsizliyinə görə 2 vurulsun kökün altında x, y-dir. Ədəd və tərsi kimi nəzərə götürsək, x üstə gəlinsin y böyük bərabərdir. Bu x, y-in yerinə mən gətirib qoyaram m kvadratını. Digər tərəfdən x üstə gəlinsin y böyük bərabərdir 2m yazaram. Böyük bərabərdir 2m o deməkdir ki, bunun minimum qiyməti 2m nəzərdə tutulur. İfso. Cavab Y variantı. Gəlirəm növbəti suala. Deyir ki, ən kiçik 3 rəqəmli tək ədədin tək natural ədəd ən böyük 2 rəqəmli cüt natural ədəddən neçə vahid böyükdür? Ən kiçik 3 rəqəmli tək natural ədəddən danışırsa uşaqlar bu 101-dir. Ən böyük isə digəri isə bizə 98-dir. 101-dən 98 çıxsam cavab eləyəcək B variantı. ABCD kvadratı 25 kongruent kvadrata bölünüb. Bu kvadratın neçə faizi ştrixlənməyib? 25 dənə mənim kvadrata bölünübsə, bu 100% sayılır uşaqlar. Ştrixlənməyənlər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə ştrixlənməmiş isə x faiz olar. Buradan x bərabər eləyəcək 12 vurulsun 100, bölünsün 25. 100-ü 25-ə bölərəm 4, 4-ə 12-yə vuraram. Sən demə müəllimə 48 faizimiz bizim ştrixlənməmişdir uşaqlar. Digər tərəfdən 36 nömrəli suala baxıram. A kubunu bizə 5 verib. Bax, bu ifadəni belə verib. A kvadratı üzərində kub vurulsun A üstü 7, bölünsün A üstü 4. 2-ni 3-ə vuraram. A üstü 6, vurulsun A üstü 7, bölünsün A üstü 4. 6-nın üstünə 7 gələrəm, 13 eləyər. Əsaslar eyni olanda qüvvətlər toplanılır. 13-dən də 4-ü çıxıb A üstü 9 alaram. İndi sənə A-nın kubunu 5 verib. Bu A kubundan uşaqlar A üstü 9-a gəlmək üçün neçənci dərəcədən bunu qüvvətə yüksəldərəm? 3-cü dərəcədən. Çünki 3-ü 3-ə vursam A üstü 9, 5-in kubu 125 eləyər. Ona görə cavabımız eləyər Y variantı. Gəlirəm növbəti suala. P parametrinin hansı qiymətində tənliyin köklərindən biri 2-dir? Dəfələrlə, bəlkə milyon dəfə demişəm ki, tənliyin köklərindən biri falan ədədli sözünü deyirsə, gətirib müəllimə x-in yerinə biz 2 qoymalıyıq. Tənliyin köklərindən biri deyirsə, mən x-in yerinə 2 qoysam, bax bu tənlikdə 2-nin kvadratı çıx, p vurulsun 2, üstə gəlinsin 6, bərabərdir 0. 4-ün üstünə 6 gələrəm, 10 eləyər, çıxılsın 2p bərabərdir 0. 2p'miz 10-dursa gənclər, p'miz 5-dir. Bizdən p-ni soruşur, bəli, p-ni soruşur, ümumiyyətlə asandır. Tənliyin digər kökünü soruşmur, heç tənliyin digər kökünü də soruşmaz, çünki hasili verib. Sonra gələm növbəti suala, 38 nömrəli suala. Nə deyir? Deyir ki, vuruqlarını müəyyən etmək lazımdır. Vuruqlarını müəyyən etmək lazımdırsa, biz açaq da gəlin mötərizəni açaq uşaqlar, çünki mötərizə eyni deyil. A-nı 2B-yə vursam, mən yazacağam ki, müəllimə 2 dənə AB, A-nı S-yə vursam, AC yazaram, üstə gəlinsin 4B kvadratı, çıxılsın S kvadratı. Elə deyil. Daha sonra o da bərabər eləyəcək. Buradan mən mötərizə xaricində nəyə çıxardaram? B üstə gəlinsin S olar, digər tərəfdən çıxardaqda sizin üçün mötərizə xaricinə. Düzdürmü? Gəlin digər tərəfdən çıxardım. 2-2 qruplaşdıraq və yaxud da ki, bununla bunu qruplaşdırım.
Düzdürmü? Yox, heç onu qruplaşdırsam da düz gəlməyəcək axı. Gəlin bunu belə qruplaşdırım. Buraya yazım elə 2A, A-nı çıxardım elə 2, B üstə gəlinsin S idi. Bunu açanda o eləyir də ya Rəbbim. Mən nəyi gözüm görmədi? Nəyi səhv görmüşəm yəqin. 2B minus S, digər tərəfdən yazacağam. 2B plus S, çətin bir şey yoxdur ki. 2B plus S-ni mötərizə xaricinə çıxartsam, A üstə gəlinsin 2B minus S qalacaq. Deməli, vuruqlarım 2B plus S, A üstə gəl 2B minus S. A üstə gəl 2B minus S. Bu da ikinci və üçüncü. Yəni B variantı. Gəlirəm 39 nömrəli suala. Deyir, mərkəzi O nöqtəsində olan çevrədə eyni qövsə söykənən AOB mərkəzi bucağı. Bizim bir dənə AOB mərkəzi bucağımız var. Bu O mərkəzi olsun, bu A olsun, bu da O, bu da B. AOB mərkəzi bucağı və AMB daxilə çəkilmiş bucağı üçün. Bir dənə də AMB daxilə çəkilmiş bucağım var uşaqlar. Bu da olsun belə. Bax, biz bilirik ki, AMB-yə bir dənə X desəm, mərkəzi bucaq bundan 2 dəfə böyük idi. Və sənə deyir ki, AOB, yəni 2X, üstə gəlinsin AMB, yəni bir dənə X-i 75 dərəcə verirəm. Şagird də deyir ki, 3X-im 75 dərəcədirsə müəllimə, belə çıxır ki, mənim X-im 25 dərəcədir. Sənə deyir ki, sənə AMB bucağını soruşur. AMB bucağı da, bax, X-im 25 dərəcədirsə, onda bura 25 dərəcə olar. Bura isə 50 dərəcə olar. Məndə də ixtiyarı bir dənə AMB bucağı çəkirəm. Tutaq ki, buradan fikir verin, AMB. Eyni qövsə söykənən bucaqlar bərabərdir. Və yaxud bura 25 dərəcədir. Daxili bucaq 25 dərəcədirsə, mənim qövsümün dərəcə ölçüsü bundan 2 dəfə böyükdür. Daxili çəkilmiş bucaq isə söykəndiyi qövsün yarısıdır. Cavab yenə 25. Və yaxud müəllimə eyni qövsə söykənən bucaqlar bərabərdir. Yəni çətin bir şey yoxdur orada. Gəlirəm növbəti suala. Deyir, ABC düzbucaqlı üçbucağında A bucağını sənə 50 dərəcə verirəm. Bura 90 dərəcədirsə, onda məcburiyyətdən bura 40 dərəcə eləyəcək uşaqlar. Digər tərəfdən B bucağı, BM-i də sənə, hanı BM? BM-i də sənə SM-ə bərabər verir. Burada bir dənə bərabər yanlı üçbucaq olar, onda yenə bura 40 dərəcə olar. Çünki bərabər yanlıdır. 90-dan bu 40-ı çıxsam buranı 50 dərəcə alaram. Bizdən soruşur SBM-i. SBM-i. 40 dərəcəni soruşurmuş, heç nə. Cavab C variantı. 41 nömrəli sual. Misal belə verilib. 2 vurulsun 3 üstü 30, üstə gəlinsin 9 üstü 15-dir. Əgər səhv görmürəmsə, 9-u yazaram 3-ün kvadratı uşaqlar, üstündə də 15, vurulsun 21. Mən belə görürəm. Bu da eləyəcək mənfi 27. Mənfi 27-ni uşaqlar yazacağım. Bu mənfinin önəmi yoxdur. Çünki üstündə cüt dərəcədir, 10-cu dərəcə. 27-ni 3-ün kubu yazaram. Üzərində də bir dənə 10 yazaram. Sonra nə edərəm? Bu eləyəcək 2, 3 üstü, 2 vurulsun 3 üstü 10, üstə gəlinsin 2-ni 15-ə vuraram, 3 üstü 30 vurulsun 21. Bölünsün, 3 üstü də 30 bunu yazaram. O da bərabər eləyəcək müəllimə. 3 üstü bu da 30 imiş. 3 üstü 30-u mötərizə xaricinə çıxarsam, 2 üstə gəlinsin 21 yazaram. Bölünsün 3 üstü 30. 3 üstü 30'lar gedər, 2 üstə gəl 21. Cavab eləyəcək 23. 42 nömrəli suala baxaq. Bu kökün altında 4-də 9 eləyər. Çıxılsın 3-cü dərəcədən mənfi 8 dəfə 3, 24. 24-ün üstünə 3 gəlsəm 27 eləyəcək. Bərabərdir. 4-də 9-dan çıxacaq 2-də 3 uşaqlar. Bu mənfi 3-cü dərəcədən mənfi olaraq çıxar. Qarşıdakı mənfi ilə plus eləyər. Hansı ədədin kubu 8-dir 2-nin, hansı ədədin kubu 27-dir 3-ün. Yəni, məxrəcləri eyni olan kəsirlərin toplanması üçün surətləri toplayırdıq. 6-nı 2-yə bölsəm, cavabımız eləyəcək 3. Deyir, sadə ədədlər çoxluğu A-dır. A-mız sadə ədədlər çoxluğudursa, ən kiçik sadə ədədim 2-dir, 3-dür. Sonra 5-dir, 7-dir uşaqlar, 11-dir, nə bilim, 13-dür və s. və ilə axır. B isə, B nədir? Cüt ədədlər çoxluğudur. 2, 4, 6, 8, 10. Uşaqlar, cüt ədədlərin içərisində yalnız bir dənə sadə ədədim 2 var. Başqa heç biri sadə ola bilməz. Çünki bunlar hamısı minimum 2-yə bölünür. Sadə ədədlər odur ki, özünə və vahidə bölünən ədədlər. Ümid edirəm aydındır. Kəsişməsindən soruşur. Kəsişməsi bunların 2-dir. Amma kəsişməsini demir ha, neçədir. Kəsişməsinin elementlərinin sayını tap deyir. Neçədə elementdə kəsişiblər bunlar bir dəfə. Ona görə cavab A variantı. Cədvəldə verilənlərə əsasən bu cəmi tapmaq lazımdır. Deyir, ədəd A ədədim deyir 10 üstü n-1'dir. Sıfırların sayı 7'dir. Sıfırların sayı 7'dirsə, onda burada n plus 1'im mənim 7 olmalıdır. 7'dən 1 çıxanda sən demək n'imiz 6'dır. Burada isə sıfırların sayını n verib. Buradakı sıfırların sayı da 2n'dir. 2'dir, 20'dir, o nədir ay Allah? 2n'dir, yoxsa 2, bilmədim nədirsə. 2m'dir də deyəsən, bəli. 2m, sıfırların sayını da sənə 2n'dir daha doğrusu uşaqlar, n verib. N'ımız da 6'dır. Onda belə çıxır ki, bu eləyəcək 12. N'imiz eləyəcək 12. Mən ola bilər ki, ədədləri səhv görüm. Amma sizin gedişatını izah edirəm sizə. 12 üstə gəlinsin 6. Cavab eləyəcək 18 dənə. Yenə deyirəm, çünki bu PDF təmiz bir PDF deyil.
Gəlirəm buna. 1 bölünsün bu 9-da A deməkdir. Üstə gəlinsin 1 bölünsün bu 9-da B deməkdir gənclər. Bərabərdir 45 bölünsün 6 yazaram. Digər tərəfdən 9 çıxacaq surətə 9 bölünsün A, üstə gəlinsin 9 bölünsün B olar. Bərabərdir 45 bölünsün 6-ya. Ortaq məxrəc A yazaram, AB yazaram. Surətdə 9-u B-yə vurub 9B, 9-u A-ya vurub 9A yazaram. 45-dən 6-nı da 3 ixtisar getsəm burada 2 qalar. 45-i də 3-ə bölsəm 15 qalacaq. 9-u mötərizə xaricinə çıxartsam B plus A bölünsün AB olar. Bərabərdir 15 bölünsün 2-yə. Bu 15-dən 9 da 3-ə ixtisar getsə burada 3 qalacaq, burada da 5 qalacaq. Yəni bizdən bunun tərsini soruşur. Tərsini soruşursa fikir verin. B plus A bölünsün AB bərabərdir. Hər tərəfi birinci 3-ə bölək. Daha doğrusu 3-də 1-ə vuraq. 3-də 1-ə vursam, bax bunu da gəlin başqa rəngdə eləyək. Bir dənə 3-də 1-ə vursam, bunu da 3-də 1-ə vursam. Məndə eləyəcək 6-da 5. Amma sən nə deyir ki? A, B bölünsün, A plus B-ni tap. Yəni yerlərin dəyişib. Yerlərin dəyişibsə, sən də 6-da 5-in yerini dəyişəcəksən. 6-da 5-in də yerini dəyişsən, eləyəcək 5 düşəcək bura, 6 qalxacaq bura. Yəni cavabımız 1,2 eləyər uşaqlar. Gəlirəm 46 nömrəli suala. ABC bir dənə düzbucaqlı üçbucaqdır. C bucağım da 90 dərəcə verilib. Bura A olsun, bura B. Tangens 0,75 dərəcə, 4-də 3 deməkdir. Tangens A. Tangens alfa nəyin nisbətidir uşaqlar? Qarşıdakı katetin bitişik katetə nisbətidir. 3-ün kvadratın üzərinə 4-ün kvadratın gəlsəm, bura 5x eləyəcək. Sinus A bərabərdir. Bax, qarşıdakı katetin bu bucağın sinusu. Qarşıdakı katetin hipotenuza nisbəti kosinus A bərabərdir. Bitişik katetin hipotenuza nisbəti. Yəni 3 bölü 5 üstə gəl 4 bölü 5 istəyir. 7 bölünsün 5 eləyəcək. O da hesablama səhv eləmirəmsə 1,4 eləyəcək. Gəlirəm 47 nömrəli suala. 10-cu sinifin buraxılış sınavını biraz çətin salıblar. İndi 11-ci sinifə də baxarıq. A-mız mənfidir. A-mız mənfidirsə mən buradan moduldan qarşısına mənfi atıb çıxardaram ki, 2 mənfi müsbət eləsin. B-mizi 0-dan böyük verib, ona görə bunu olduğu kimi çıxardacağam. 5B bölünsün B. A mənfidir, B müsbətdir. Mənfi 4 çıx 5 tutaq ki, bu da mənfi eləyir. Ona görə moduldan B minus A kimi çıxardacağım uşaqlar bunların hər ikisini. Çünki mənfi 4 çıx 6 olsa, mən yerini dəyişib çıxartdım. Bölünsün bir dənə də yazacağım. B minus A-nı olduğu kimi saxlayaram. 2A-nı mənfi A-ya bölsəm, mənfi 2 eləyər. Üstə gəlinsin 5 eləyər. B minus A ilə B minus A gedəcək, qalacaq 1. Bu da eləyəcək 3-dən 1 çıxsam, nəticədə cavabımız 2 eləyər. Maraqlı sual idi. Gəlim 48 nömrəli suala. 48 nömrəli sualda nə deyir? Böyük oturacağımızı 14 verib trapesiyanın orta xəttinin diaqonallar arasında, bu konkret düsturdur. Orta xəttinin diaqonallar arasında qalan hissəsi bax burada x. Böyük oturacağı da 14 verib. X verməyib bunu, 3 veribmiş. Bura bir dənə x yazaq. Kiçik oturacağı soruşur uşaqlar. Düsturumuz necə idi? Bu 3 bərabər idi. Böyük oturacaqdan kiçik oturacağı çıxıb böləcəkdim 2-yə. 3-ü 2-yə vuraram. 6 bərabərdir. 14 çıxılsın x-a. X-ını da buradan bərabər eləyəcək 8-ə. 49 nömrəli suala baxırıq. ABF düzbucaqlısı üzərində uzunluğu 2/3 olan kvadrat qurulub. CAY-ni 15 dərəcə verərsə AF-i tapmaq lazımdır. Deməli uşaqlar CAY-ni bizə 15 dərəcə verib bu hissəni. Bu kvadratdır. Kvadratın hər tərəfini 2/3 verib. Burada 2/3 verib. Mən AC-ni tapa bilərəm ki, AC kvadratın diaqonalı da tərəfdən kökdə 2 dəfə böyükdür. 2/3-ü kökdə 2-yə vuraram. Yəni 2 kökün altında 6 eləyəcək məndəki AC. Digər tərəfdən mən bilirəm ki, kvadratın diaqonalı hər zaman tən böləndir. Yəni bura 45 dərəcədir. Onda burada 45 eləyər, burada 90. Yəni məndə bu bucaq 90 üstə gəl 45, 135 dərəcə eləyəcək. 135 dərəcə eləyəcək uşaqlar. Mən də AY-ni tapmalıyam da, elə deyil. Ağlıma nə gəlir? 135-in üstünə 15 gələrəm. 150, 180-dən 150 çıxsam uşaqlar 30 dərəcə eləyər. Deməli, sinuslar teoremini 3 bucaq ACY-yə sinuslar teoremini tətbiq edə bilərəm. Sinuslar teoreminə görə bucağın qarşısındakı tərəfinin, bax, 2 kökdə 6-nın qarşısındakı bucağın sinusuna nisbəti 30 dərəcəyə bərabərdir AY-nin qarşısındakı bucağın sinusuna nisbəti 135 dərəcəyə. Sinus 30 dərəcə mənim 2-də 1-dir. Yazdım, bölünsün 2-də 1. Bərabərdir AY bölünsün. Bu 135 dərəcəni 90 üstə gəlinsin 45 yazaram. Sinus 90-da kosinusa çevrilir. İkinci rübdə müsbətdir. Yəni kosinus 45 dərəcə nədədir? Qiyməti kökdə 2 bölü 2 eləyər. Bu 2-lər getsə AY-miz bərabər eləyəcək. 2 kökdə 6-nı kökdə 2-yə vuraram uşaqlar. Bu da eləyəcək 2 kökün altında 12. 4 vurulsun 3 kimi yazsam 4 kökün altında 3 məndə AY eləyəcək. Tapdın mı AY-ni? Səndən AF-i soruşur. Burada kvadratın tərəfinin düzbucaqlının qarşı tərəfləri olduğuna görə
2 kökdə 3 eləyər. Mən Pifaqordan AF-i tapsam, bərabərdir yazaram 4 kökdə 3-ün kvadratından, çıxacağam 2 kökdə 3-ün kvadratını. Bu da eləyəcək 48 çıxılsın 12, 36, bundan da 6 çıxacaq. Çox qəşəng məsələdir. 10-cu sinifi üçün. 6-ya qalıqsız bölünən A, 4, A, B. 4 rəqəmli ədədinin 5-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir. Uşaqlar, bunun 5-ə bölünməsi üçün bu B ya 0 olmalıdır, ya da ki 5 olmalıdır. Amma demir 5-ə bölünür. Alınan qalıq 3-dür. 0-ın üstünə 3 gəlib 3 yazaram. 5-in üstünə 3 gəlib 8 yazaram. Deməli, B-miz ya 3-dür, ya 8. Amma deyir 6-ya qalıqsız bölünür. Ədəd 6-ya bölünürsə, eyni zamanda 2-yə və 3-ə bölünməlidir. 2-yə bölünməsi üçün bunun sonu 3 ilə bitə bilməz. Deməli, müəllimə, məndəki B 8-dir. 3-ə bölünməsi üçün rəqəmlərinin cəmini tapmaq lazımdır. A-nın ən kiçik qiymətini tapmaq lazımdır. Gətirib A-nın yerinə 1 qoysam. 1 üstə gəl 4, üstə gəl 1, üstə gəl 8. Bu da eləyəcək 6 üstə gəl 8, 14, 3-ə bölünmür. Gətirib A-nın yerinə 2 qoysam. 2 üstə gəlinsin 4, üstə gəlinsin 2, üstə gəlinsin 8. 16 eləyər 3-ə bölünmür. 3 qoysam. 3 üstə gəl, 4 üstə gəl, 3 üstə gəl 8. 18 eləyir bölünür 3-ə. Ona görə A-nın ən kiçik qiyməti uşaqlar 3 olsa doğru olacaq. Gəlirəm növbəti suala. Tənliyinin kökləri A, bu tənliyinin kökləri B çoxluğunun elementləridir. Bu çoxluğun ortaq elementi 2 olarsa, sənə deyir ki, AB hasilini tapmaq lazımdır. Bu çoxluğun ortaq elementi 2-dirsə uşaqlar. Deməli, belə çıxır ki, 2 mənim tənliyimin köküdür. Onu gətirib burada da qoysam ödənməlidir. Onda yazaram 2-nin kvadratı çıx 5 vur 2 üstə gəlinsin A bərabərdir 0. 4 çıxılsın 10 üstə gəlinsin A bərabərdir 0. Sən demə müəllimə A-mız 6 eləyər. 2-nin kvadratı çıxılsın 2 vurulsun A üstə gəlinsin A-mız neçə idi? 6. 2 vur 6. Üstə gəlinsin B bərabərdir 0 eləyər. 4 çıx 12 üstə gəl B-miz 0 eləyər. B-miz də belə çıxır ki 8-dir. 6 vurulsun 8 bizdən soruşulan 48 eləyəcək cavab. Həsən ilə Yusifin yaşları cəmi bu Həsəndir, bu da Yusifdir. Biri 3x-dir, biri 4x-dır. 6 il sonra deyirsə hər ikisinin yaşı 6 vahid artır. Bunların yaşlarının nisbəti 4 bölünsün 5 olacaq. 4 y-dan 5 y yazmıram, olsa ixtisar gedəcək. Çarpaz vurub açsam, 5-i 3-ə vuraram 15x, 5-i 6-ya vuraram 30 eləyər. 4-ü 4-ə vuraram 16x, 4-ü 6-ya vurub 24 yazaram. Bir dənə x-in müəllimə 6-dır. Bizə deyir ki, Həsənin indiki yaşını tapmaq lazımdır. Mən x-i 6 tapmışam. Həsənin indiki yaşı isə uşaqlar 3-ü 6-ya vurub cavab yazaram 18 olacaqmış Həsənin indiki yaşı. Sonra gəlirəm 53 nömrəli suala. Məntəqələrdə yaşayan əhali sayı cədvəldə verilmişdir. Əhalinin sayı dairəvi diaqramda təqdim olunarsa, A məntəqəsinə uyğun mərkəzi bucağın dərəcə ölçüsünü tapmaq lazımdır. A məntəqəsinə uyğun mərkəzi bucağın dərəcə ölçüsü. Uşaqlar, məndə hamısı toplasam. Bütün çevrəmiz 360 dərəcə edir, elə deyilmi? Onda mən bunları toplasam, eləyəcək 4000 bu da eləyəcək 3200. Belə çıxır ki, 7200-üm 360 dərəcədir. A məntəqəsinə uyğun mərkəzi bucağı isə 1800-dür. 1800 də x eləyər. Onda belə çıxır ki, 1800-ü 360-a vurub 7200-ə bölmək lazımdır. Sən demə müəllimə, 7200-ü 1800-ə bölsəm 4, 360-ı da 4-ə bölsəm 90 dərəcə mərkəzi bucağa uyğun olacaq. 54 nömrəli sualda deyilir ki, ABC üçbucağının medianları O nöqtəsində kəsişir. Bucaq A üstə gəl, bucaq B uşaqlar, bucaq C-ni verirsə üçbucaqda. Deməli, mənim üçbucağım düzbucaqlı üçbucaqda. Gəlin elə birbaşa mən 90 dərəcəli üçbucaq çəkim sizin üçün. Baxın. Çünki yalnız düzbucaqlı üçbucaqda bura bucaq C olar, bura A olar, bura B olar. Bu A ilə B-nin cəmi, iti bucaqların cəmi. Bu 90 dərəcəni verməlidir mənə. Və üçbucağın medianları sənə deyir ki, O nöqtəsində kəsişir. Bu mənim olsun medianlarım. O nöqtəsində kəsişir və CO-nu bizə 6 verib. Medianlar da 2-1 nisbətində kəsişdiyi üçün bura 6-dırsa bura 3-dür. Yəni belə yazsam, CF-miz belə çıxır ki, 6 üstə gəl 3, 9-dur. Hipotenuza endirilən median hər zaman hipotenuzun yarısıdır. Yəni AB 2 dənə CF-ə bərabər olur hər zaman. 2 vurulsun 9, cavab eləyər 18. Gəlirəm 55 nömrəli suala. Mərkəzi O nöqtəsində olan çevrəyə A nöqtəsindən AB toxunanın və AF kəsəni çəkmirsən. AB-ni sənə 8 verir, AY-ni sənə 4 verir. Çevrənin uzunluğunu tapmaq lazımdır.
Çevrənin uzunluğunu tapmaq üçün mən əvvəlcə bilməliyəm ki, uşaqlar, radiusum nə qədərdir? Radiusu üçün də nə edirəm? Bax, bu da məndə radiusdur, bu da məndə radiusdur. Mən toxunanın kvadratı bərabərdir, çöldə qalan hissə vurulsun, bütün parçadan tapa bilərəm. Yəni 8-in kvadratı bərabərdir, 4 vurulsun, bütün parça. Bütün parçaya da fikir verin, 2r üstəgəlinsin 4 eləyər. 2r üstəgəlinsin 4. 64-ü 4-ə bölərəm. 16 bərabərdir. 2r üstəgəlinsin 4-ə. 16-dan 4 çıxaram. 2 yerimiz 12 eləyər. Erimiz də sən demə 6-dır. Çevrənin uzunluğu müəllimə 2 pi yerinə təyin olunur. Erin yerinə 6 qoysam cavabımız eləyəcək 12 pi. Bu qədər gənclər, növbəti sınaqlara dək sağ olun.